Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Frank dövləti. 500-cü ildən 843-cü ilə qədər mövcud olmuş Frank dövləti. Franklar iki qola ayrılırdı. Onların başçıları hərbi başçılar idilər əslində, amma özlərini hökmdarlar adlandırırdılar. Onlardan biri də Xlodvig idi. Xlodvig 486-cı ildə Qalliyanı işğal etmək üçün hücum edir və Qalliyada hələ o vaxtdan qalmış olan Roma qoşununun başında keçmiş Roma canişini dururdu. Soissons döyüşündə Xlodvig həmin Roma canişininin qoşunlarını məğlub edir. Frank krallığını yaradır Qalliyada. İndiki Fransa ərazisi. Deməli, əvvəllər dediyimiz kimi German tayfalarının bir hissəsi də Franklar ibtidai icma quruluşunda yaşayırdılar. Amma onlar artıq Qalliyaya gəldikdən sonra qonşuluq icması orada yaranmağa başladı. Xlodvigin dövründən danışaq. Artıq Frank dövləti qurulub. Xlodvig hansı addımları atacaq? Birinci növbədə xristianlığı dövlət dini elan etdi. Bu da ruhani təbəqənin və əyanların rəğbətini qazandırdı. Dövləti vilayətlərə böldü. Vilayətlərə də rəhbərlik eləmək üçün qrafları təyin etdi. İlk dəfə 6-cı əsrin əvvəllərində Xlodvig ilk Frank yazılı qanunları toplusunu yaratdı. Bu qanunlar toplusu təşkil olunmuşdu. Latın dilində yazılmışdı. Roma hüququna əsaslanırdı. Qədim Frank adət-ənənələrinə əsaslanırdı və 9-cu əsrə kimi mühüm qanunlar toplusu olaraq özünü qüvvədə saxlamışdı. Baş məmur Karl Martel Frank dövlətində əslində ordu rəhbəri idi Karl Martel. Amma kralın adından da dövləti idarə edirdi. Hərbi islahat keçirtdi, cəngavərlərdən təşkil olunmuş süvari ordu yaratdı. Çünki o görmüşdü ki, ərəblərlə müharibədə ərəblər sürətli atlılarla hərəkət edirlər və müharibənin taleyini, döyüşün taleyini həll edirlər. Bu addımı öz dövlətində də atdı Karl Martel. 732-ci ildə ərəblərlə döyüşə girdi. Bu Poitiers döyüşüdür, Poitiers və ərəbləri məğlub etdi. Bu məğlubiyyət ərəblərin gələcəkdə Avropanın içərilərinə doğru getməsinin qarşısını aldı. Böyük Karl 768-814-cü illərdə hakimiyyətdə olub. 768-814 ən qüdrətli dövrüdür Frank imperiyasının Böyük Karl dövrü. O da hərbi islahat keçirtdi. Amma kəndliləri ordudan uzaqlaşdırdı. Çünki kəndli özünə silah, yaraq, yasaq, at filan ala bilmirdi və ordu istədiyi kimi idarə oluna bilmirdi, təşkil oluna bilmirdi. Ona görə torpaq paylarını payladı, deməli ətrafındakılara, əyanlara və onlara bildirdi ki, siz də bu torpaqların hesabına əskər yığımını təşkil edirsiniz. Ordusunu qurduqdan sonra Böyük Karl İspaniyaya hücum etdi. İspaniyada müharibə apardı. İspaniyada kimlər var idi? Müsəlmanlar var idi. Pireneyin şimalında, Pireney yarımadasının şimalında deməli bir vilayəti tutdu və burada xristianlığı yaydı, xristianlaşdırdı. Pireneyin şimalındakı bir vilayətdən söhbət gedir. 30 il sakslarla müharibə apardı. Lakin bu müharibə yolu ilə saksları deməli təsir dairəsinə, tabiçiliyinə sala bilmədiyi üçün onların əyanlarını ələ alaraq nəhayət saksları da öz tabiçiliyinə saldı. Avar xanlığı ilə amansız müharibələr apardı. Şimali İtaliyanı Germanların hücumundan qorudu. Yəni başqa bir German tayfaları Şimali İtaliyaya hücum etmişdi. Böyük Karl gəldi qoşunu ilə bura və onları geri otuzdurdu. Şimali İtaliyanı da öz ərazisinə birləşdirdi. Bunu görən Papa da Şimali İtaliyadaydı bildiyimiz kimi. Bunu görən Papa neynədi? Romaya dəvət etdi. Kimi? Deməli, Böyük Karlı dəvət etdi. 800-cü ildə Papa Böyük Karlı imperator elan etdi. Frank imperiyası yarandı.
Bu Romadan sonra ilk dəfə Qərbi Avropanın çox hissəsinin birləşdirilməsi demək idi. Roma imperiyasından sonra, qədim Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanın əksər hissəsinin birləşdirilməsi demək idi. Böyük Karl Bizansla və Ərəb xilafəti ilə diplomatik əlaqələr qurdu. 843-cü ildə deməli, Böyük Karlın 3 nəvəsi arasında Frank imperiyası bölündü. Fransaya, Almaniyaya və İtaliyaya. Bu müqavilənin adı Verden müqaviləsi adlanır. Verden müqaviləsi 843. 9-11-ci əsrlərdə feodal dağınıqlığı dövrü başladı. Məhz feodal dağınıqlığının başlanmasının ən böyük səbəblərindən daha doğrusu biri böyük, nəhəng Frank imperiyasının parçalanması, bölünməsi idi. Yarandı Fransa dediyimiz kimi. Fransa 9-11-ci əsrlərdə. Fransa 9-11-ci əsrlərdə feodal dağınıqlığının ən bariz nümunəsi hesab olunur. Sual belə də düşə bilər. Feodal dağınıqlığının ən bariz nümunəsi 9-11-ci əsrlərdə hansı ölkədən söhbət gedə bilər? Fransadan. Düzdür, vahid dövlət sayılırdı, amma kral nəzarət edə bilmirdi əksər ərazilərə. Belə ki, kral mülkü Parislə Orlean arasındakı ərazilər idi. İri feodal mülkləri bəzən kral mülkündən də böyük idi. 10-cu əsrin sonunda Kapetinglər sülaləsi Fransada hakimiyyətə gələcək. Kapetinglər sülaləsi. Almaniya 9-11-ci əsrlərdə. Almaniya, vahid Almaniya krallığı yarandı. İri feodal mülklərinin birləşməsi nəticəsində. 1-ci Otto Almaniya kralı oldu. 1-ci Otto Şimali İtaliyanı tutdu. Bu oxşarlıq təşkil edir Böyük Karlla. O da Şimali İtaliyanı tutmuşdu. 962-ci ildə 1-ci Otto Papa tərəfindən imperator elan edildi. Bu da 800-cü ildə Frank kralı Böyük Karlın imperator elan edilməsi ilə oxşarlıqdır. Deməli, müqəddəs Roma imperiyası yarandı. Çox uzun bir müddət bu yaşayacaq müqəddəs Roma imperiyası. 962-ci ildən 1806-cı ilə kimi. İtaliya, 9-10-cu əsrlərdə İtaliya siyasi dağınıqlıq dövrü yaşayırdı. Siyasi dağınıqlıq dövrü yaşayırdı. Amma Romadan qalma şəhərləri bərpa edirdilər. Romadan qalma şəhərlərin bərpasına xüsusi önəm verirdi İtaliya. Deməli, 9-10-cu əsrlərdə Genuya, Venesiya, Pisa, Florensiya bu ərazilər ayrıldı, özünü idarə hüququ aldı və müstəqil şəhər respublikaları oldular. Müstəqil şəhər respublikaları. Hansı ərazilərdən söhbət gedir? Genuya, Venesiya, Pisa, Florensiya. Dəyərli yoldaşlar, Frank dövləti haqqında bu qədər.